Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 4 otaqlı ev 3 sotun içərisində satışa çıxarıldı. Yəni ki, bu ev 98 min manatadır. Paket kupçalı evdir. Evində kupçası var, torpağında kupçası var. Yerləşdiyi ərazidə bu 3 nömrəli məktəbin yuxarısı var. Saray postundan çatmamış sağa dönürsə hündür ərazi. Bax, həmən ərazidədir. Ceynəbatan Gölzar görünən tərəfdədir. Çox belə səliqəli sahmanlı yerdir. Torpağı da çox quru torpaqdır. Bax, belə bir evdir. Çox qəşəng səliqəli evdir. Mütləq gəlin bu evə baxın. 98 mindən endirim olunacaq. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Özü də paket kupçalar. Nəqd satışa yararlı, ipoteka da yararlıdır. Bax belə. Bax belə qəşəng bağ kimi düzəldib. Burada dekorativini görürsünüz nə qəşəng. Rampaya nəzadan hasar eləyib. Qapıdan girirsiniz içəri. Mərkəzi kanalizasiyası var. Trafı da oradadır. 8 daş kürsülü evdir. 8 daş kürsülü. Burada da belə bir padvalı var. İndi içində əşyaları var, özlərini gəlib götürəcəklər. Bax belə. Belə bir padvalı var. Sonra buradan davam eləyək. 8 daş kürsülü deyib. Bax, qaza qədər hazırdır. Kombinin yerinə qoyulub. Burada da atmosferi vurub, xətti yoxlayırlar. Görək su buraxır, buraxmır. Hamısını yoxlayırlar. İstipol da var da. Bax belə. Buradan gəlirik, giririk buradan evimizin içərisinə. Bax belə. Hə, Allah xeyirləsin. Qəşəng çox səliqəli evdir. Bax, bu koridorudur. Deməli, mətbəxdə koridor istipoldur. Bütün otaqlar istipoldur. Hə, mətbəx koridor istipoldur. Hamam tualet istipoldur. Qalanlarında radiatordur. Bu evimizin koridorudur. Bax. Gör nə qəşəng düzəldiblər. Koridor da gələ-gələ burası enmənir. Bax, belə bir proyektlər olur həmçə, mənə xoşum gəlir. Bax, bu da bunun qonaq otağıdır. Görürsünüz. Yəni zalıdır. TV-stentin yerini görür nə qəşəng ayrı xüsusi. Bax. Hə, həqiqi zövqlə tikilmiş yerdir. Pəncərələri kollektiv pəncərədir. 2 pəncərə açılır. Bax, belə həyətə. Görürsünüz. Bax, pəncərə həyətə 2 dənə açılır. Bir dənə birdən bir də həyətə baxın. Yəni, burada hər şey qaydasındadır. Deməli, bir də izah edirəm. Hamam, tualet, mətbəx, koridor istipoldur. Burada görürsünüz, radiatorların yerini qoydular. Davam eləyək. Buradan sonra mətbəxə. Gəlin mətbəxə baxaq. Yaxşı. Bax, bu da mətbəxidir. Mebelası keramika vurulub, yeri onsuz da keramikadır. Qaz xəttini görürsünüz, burada hazırdır. Bütün nöqtələr qoyulub. Burada istipolun korrektordur. Bunun krişkası var, inşallah qoyulacaq üstünə. Yenə də pəncərəni açırıq. Görürsünüz. Yenə də öz həyətimiz. Bir də buradan baxaq. Görün nə qəşəng səliqə sahmanı evdir. 98 mindən narahat olmayın. Ne qiymətini endirim olunacaq. Siz hələ bir evə gəlin baxın. Yataq otaqlarına baxaq. Görək yataq otaqları nə boydadır. Məsələn, bir yataq otağı budur. Bir yataq otağı budur. Burada nəyi göstərmək istəyirəmsə, bax, pəncərədən baxırsınız, ara məsafəni görün. Bax, ev hasara yapışmayıb, onu demək istəyirəm. Görürsünüz, kifayət qədər məsafəsi var. Qoşadaş, Qurqavoy qoşadaşla fundamentli kəmərli evdir. Bir yataq otağı buradadır. Bir yataq otağı budur. Da bunu da izah eləmirəm, çünki görürsünüz, məsafə buradan görsənir. Bir yataq otağı da budur. Bunu da göstərək. Bax, bir yataq otağı da budur. Bu da sanitar qovşağımız. Bu da sanitar qovşağımız. Buradan da krişə çıxmaq üçün yerimiz var. Deməli, bir də izah eləyirəm. Saray qəsəbəsində Saray postuna çatmamış sağa dönürsünüz, hündür ərazi var. Milyonerlər məhəlləsi. Bax, həmən ərazidir. Mütləq gəlin bu evə baxın. Asfalta da yaxındır, yola da yaxındır. 3 nömrəli məktəbə də yaxındır. 3 sotun içərisində 4 otaqlı evdir. Demək, neçə kvadratdır? 110 kvadratlıq evdir. İnşallah gələndə görəcəksiniz. 98 mindən də endirim olunacaq, ev sahibi ödəyəcək. Mütləq gəlin bu evə baxın. Məqsəd şədə yararlıdır, ipotekada. Allah da satanda xeyir versin. Sağ olun.